Herkese salam, kanalıma xoş gəlmisiniz. Bizimlə sən verilişinin iştirakçılarından olan Pərvin sosial media hesabında ona yazılan şərhlərə cavab verib. O qeyd edib ki, bilmədən danışan hər kəsə Allah dəysin. Həmin görüntüləri sizlərə təqdim edirəm. Hansı ölkədəsin? Türkiyədə. Sağ olun, yaxşıyam, siz necəsiz? Allah pis insanlara qənim olsun. Bax, axşam deyil, azan səsi də mənə baxır. Baxın. Hal-hazırda, yəni elə məscidin yanındayım. Kim ki nahaq danışır, kim ki bilmədən danışır, Allah ona dəysin elə. Kim ki nələri ki bilmədən boş-boş yorum eləyib, insanların qəlbini qırır, pis sözlərlə. Elə pis insanlara dəysin. Burada saat 9'a qalıb 13 dəqiqə. Salam. Tarihdə azam. Bundan sonra hələ bir dənə də azam var. Axşam saat 11-in yaşda 11'ə qalmışdı. Salam. Salam, salam. Liman skəmi çox sağ ol. Sən də qalbsən liman skəmi. Kim ki nahaqdan danışır, kim ki nəyisə bilmədən danışır işin içini, üzdə görsənəni görüb onun haqqında yorum edirsə var, Allah elə ona dəysin. Salam Aysi, salam. Haradır, Türkiyədir, Günay. Saat neçə? Nur, çox sağ ol, təşəkkür edəsim. Saat 9'a qalıb. Uşaqlar, hədəfimdən atağında, hansı şəhər İstanbul'da. Hədəf, ancaq hədəf atağım. Tatu. Orada keyf edirsən. Bəli, bura çox rahatdır, sakitçilikdir, gözəldir. İşləyirik, gəlirik. Arada sırada Instagram'a da keçib bax. Keçib baxa bilərsiniz, storylər paylaşıram. O zaman sistem üzərinə sınava başlayacaq. Necəsən? Çox sağ olun, Yeşim, təşəkkür. Arzu, necəsən Arzu? Get canlaç, gəl oynayaq ay Arzu. Oynama, pek oynamaqadan axtarıram Arzu. Yox, hər bir kəsin 3 ay qalma izni var. Amma ki bizdə çalışma izni, oturma izni olduğu üçün biz qala bilirik. Arzu. Arzu çek. Get canlaç, gəl oynayaq ay Arzu. Ay Arzu. Gəlsən mi? Görəm 1200 nəfər qalib gələcəkmi sənə? Gələyəsənmi? Bax ki yaxşıdır bura. Bura əlbəttə bura yaxşıdır. Gəlsən Arzu. Maşallah. Gələyəsənmi qız? Bunlar hepsi diğer hafta arayla oluyor, tamam mı? Onun da, o da güzel geçti. Allah kim ki bize pis değildir, Allah onun belasını versin. 120 kişi kaldı toplam. Son 120 kişi. Onu da olmaz, hoş gelmişsiniz. Hoş gelmişsiniz yeni gelenler. Adam bir soru soruyor. Arzu gel sen Arzu. Görek gelip. Yeşim de o, ona takip attım ki. Nereye gitti bu Yeşim? Ben de ortada kaldım. Kız geliyor musun? Başlıyor, tamam mı? Şimdi soru sor, ben hemen kafamı tasarıyorum, çünkü cevap vermiyorum. Gerizliyim. Arzu gelsen Arzu. Hoş gördük. Hoş gelmişsin unutulmaz. Da özüm bilərəm necəsin. Nə işləyirsən bacı? Fabrikdə işləyirik.
Yok. Yok. Hadi. Tamam. Şimdi oldu. Ağzımıza gələni danışanlar, Allah bəlanızı versin. Nə deyim? Sadəcə Allah həva edirəm. Nahid bəy, xoş gəlmişsiniz. Nahid Cəfəroğlu. Uşaqlar, bu arada videom Nahid bəy gördüm, yadıma düşdü. Bizim gözəl, əziz dostumuzun mahnısını paylaşmışam. Çox gözəl mahnıdır. Yenidir, 2025-dir. Çox yəni dinləməyə layiq bir mahnıdır. Hər birinizdən də xahiş edirəm ki, sonuncu paylaşdığım videonu, yəni like eləyəsiniz, bəyənəsiniz, baxasınız. Sona kimi baxasınız. Sonuncu sabitləmişəm, sonuncu paylaşdığım videonu. Görüm kimiydi mən atırdım. Hoş geldiniz. Salam, xoş gördük. Siz de hoş geldiniz. Siz güclüsüz, mən zəifəm. Yox, elə unudulmaz xoş gəldin. Elə mən də zəif kimi bir şeyim. Görək tıklayacaqlar ekranı. Mən hər zaman gəlib sizə hədiyyə atırdım. Mənim səhvəm qaniçən idi. Gəlirdim. Hə, mənə söyürdülər. Sənə hədiyyə atdıqca mənə söyürdülər. Sonra özüm gəlmədim. Əşi, boş ver. Herkes öz evindeki tərbiyəni, mədəniyyəti göstərərdim. Təbii ki. O elə bilir ki, yəni məni söyməklə nəsə əldə eləyəcək, ona su verirlər, çay verirlər, pul verirlər, nə verirlər, mən anlaya bilmirəm. Ay dostlar, ekranlar bəyənəydi, zəhmət deyilsə. Heç nə boş ver, hər şeyə fikir vermək olmaz. Ekran tıkaylayın, uşaqlar, əzizlərim, ekran tıkaylayın. Olmasa, yəni bu pislərin içində yaxşı insanlar. Ay Vüsal bəy, onun bizə heç bir aidiyyəti yoxdur. Hər birimiz Azərbaycan xanımıyıq. Ona sözdür burada yazırsan, ayıb deyilmi? Mənə maraqlıdır ki, buradakı insanlar gözləri ilə nə görüblər? Heç kəsin həyatını bilmək olmaz da. Gedib orada yaşamasan, onu bilə bilməzsən ki, kimdir. Çünki ev deyə, ailə deyə bir şey var da. O ailənin içində olmalısan. Yəni bilmədiyimiz şeyi niyə danışırıq ki? Çox sağ ol, təşəkkür. Parmakda kalp atında. Hədəfim parmakda kalpdir. 15 nəfər idi. Ay dostlar, zəhmət deyilsə ekranları bəyənək. Yaxşı bir yermənisi. Xahiş edirəm də sizdən, o varmı? Qaranlıq gecə xoş gəlmişsiniz. Yeni gələnlər xoş gəldiniz. Ayxan, haradasan ey Ayxan? Mən də qorxum var. Həyata son attığımdan atın. Həyata son attığımdan atın. Parmakda kalp, hədəfimiz odur. Hı? Kahve mi? Hı? Bitti. Götürebilecek misin? Eski Ulya, hoş geldiniz. Ulya xanım, necəsiz? Her şey gözle görünen kimi görünseydi, olsaydı nə olmuşdu ki? Gəldin. Vüqar bəy, xoş gəlmişsiniz. Ailəslər, ekranlar bəyənəkdə zəhmət deyilsin. Valla bir dənə 10'luq hədiyyə lazımdır. Bir dənə 10'luq hədiyyə kim atar? Bir dənə meyvə qablı. Sağ ol canım. William, xoş gəlmişsən. Necəsən? Bir dənə 10'luq hədiyyə lazımdır bütün uşaqlar. Nora, xoş gəldin. William, canım mənim. Çox sağ ol ürəyim. Necəsən? Aydınlar, mən dəstəklərim burada olanlar var. Kimsə var burada. Yazım son zamanlar düşmür, nəsə William. Necəsən ürəyim? Yaxşı ol qədəm, can. Gəlib arada sırada salamzat yazdırdım. Burası nəsə yazım düşmür. Limansız gəlmim. Çox sağ ol ürəyim. İki qatdır uşaqlar. İki qatda kim dəstək olar? İki qatdır. İki qatdır. Bir dənə böyük vurağım uşaqlar. İki qatdır. Çox sağ ol ürəyim. Təşəkkür edirəm. Var olasan əzizim. Allah min əvəzim versin. İki qatdır uşaqlar. İki qatdan istifadə edəyin.
2 qat, 2 qat, 2 qat, 2 qat, 2 qat. Olyam, çox sağ ol Rəhim. Təşəkkür var olasan əzizim. Allah min qat həvəzin versin. Həyata son. Təşəkkür edirəm əzizim. Var. Bakılı qız, xoş gəlmisiniz. Çox sağ olun. Hədiyyə atanlar, ekran like eləyənlər, Allah hər birinizə min qat əvəzin versin. Allah görəndir, eləyəndir, hər şeyi yaradan Allahdır. Salam, xoş gəlmişsiniz. Yeni gələnlər necəsiz? Sağ olun, yaxşıyam, siz necəsiz? Hər birinizi salamlayıram, axşamınız xeyir olsun.